Vətən bağı alarlandır. Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Almaniyadan Azərbaycanın şəxsiyyətinə salam. Zver TV-yə baxırsınız, sizinlə Hacı Hüseyn Bakiyski. Hörmətli izləyicilərimiz, çox maraqlı bir mövzunun üstündə müzakirələrimiz gedir və biz bu mövzunu maksimum dərəcədə, yəni ictimaiyyətin diqqətinə çatdıracaq ki, beləsinə problemlərin qarşısı alınsın. Mən son vaxtlar TikTok sosial media platformasında şəhid ailələrini görəndə bir mövzuda çox sevinirdim. Sevincim o hisslərlə bağlı idi ki, yəni şəhid valideynləri, şəhid qardaşları, şəhid bacıları və ümumilikdə şəhid ailələri, hansı ki bu TikTok sosial media platformasında istifadə edən ailələr, şəhidinin təbliğat və təşviqat proqramlarını yəni aparacaqlar və TikTok sosial media platformasında istifadə edən gənclik əxlaqsızlıq, cinsi azlıq və s. mənfi ideologiyaya təsir edəcək təbliğatlar yox da, sırf vətənpərvərlik və vətənə xidmət uğrunda təbliğ olunan materiallardan ilhamlanaraq həm xalqımızda, həm millətimizdə, həm də dövlətimizdə xidmət etmiş gənclər olacaq. Amma son vaxtlar TikTok sosial media platformasında yaşanan bəzi hadisələr artıq bizim və mən elə fikirləşirəm ki, yəni bir çox yoldaşların, izləyicilərin, bizim silahdaşların artıq qınaq obyektinə tuş gəlib. Şəhid ailələri bəzi TikTokerlərin müdafiəsinə qalxmağa başlayıblar. Müdafiə dedikdə necə? Hansısa bir mənşəyi məlum olunmayan xanım TikTokerin, indi xanım dırnaqarası xanım cinsiyyət baxımından yayımına qalxaraq biz səninləyik, biz sənin arxandayıq, hay huy və yaxud da ki dəmişələyi quluların hansısa bir başlanğıcların bir problemləri olur, TikTokerlərin bir problemləri olur. Hansı ki həmin o TikTokerlər bir şəhidə gedib üzr istəyirlər, bir 100 manatlıq hədiyyə atırlar və yaxud da ki bir 100 manatlıq al verirlər. Əlbəttə ki sonra öz səhifələrində pin eləyib paylaşırlar ki, yəni biz şəhid ailəsinə belə bir jest elədik. Və sabahları onların namus qeyrət mövzuları ortalıqda qalanda avtomatik olaraq bu şəhid ailələrini özlərinə bir zirək kimi istifadə edirlər. Baxırsan TikTokerdir, yəni nə mənşəyi məlumdur, nə yaşayışı məlumdur, nə insanlığı məlumdur, heç bir insanlıqdan payı yoxdur. Amma digər bir balaca damarı sıxırsan ki, sən düzgün həyat yaşamırsan, tarap axşam sağı şəhidlər sağ riyadda, qazilər sol riyadda qalxırcansın. Niyə? Nə bilim, kimisə qapısına 5 manat köməklik eləyib, kimisə canlısına 5 manat hədiyyə atıb, mənim sözüm bombada gəlin məni patiyəşvət eləyib. Bu qıcıq verici bir hərəkətdir və mən heç bir halda istəmərəm ki, şəhid ailələrinin, şəhid valideynlərinin, ümumiyyətlə şəhidə məxsus olan şəxsiyyətlər TikTokda adaxlanmamalıdır. Mən çox vaxt görürəm şəhid anaları da oturublar TikTokda kart qoyub pul yığırlar. Dərman pulum çatmır, müəyyən bir şey çatmır, müəyyən bir şey çatmır. Gəlin bir reallığı qəbul edək ki, bu günləri şəhid ailələri həqiqətən yetərincə imtiyaz alırlar bu dövlətdən. Yaşad fondu var, Heydər Əliyev fondu var, bugün prezident aparatı var ən azından, Nazirlər Kabineti var, yəni elə bir Əmək və Əhalinin Sosial Müdafiəsi fondu var. Yəni hər bir şəhərdə, hər bir qəsəbədə, hər bir icmada şəhid ailələri qazi veteran birliyi icmalarımız var. Cəmiyyətlərimiz var, orqanizatorlar var. Yəni bu günləri şəhid anası ya canlı yayım açıb hədava uşaqlar, balaları mənə universal, bu biraz mənim üçün həqiqətən xoş deyil. Çünki bu günləri o üzr istəyirəm gecə klublarında fahişəlik eləyən bir bar fahişəsi gəlir şəhid anasına bir jest eləyir. Ona dəyərli bir hədiyyə atır və yaxud pul yardım edir və yaxud kart hesabına pul atır. Sonra həmin o qeydi götürür, atır səhifəsinə. Sonra bizim kimi məğrur gənclər də onun əxlaqsızlığına göz yummayanda həm onu əxlaqsız, həm ona şəhid anasını, eləcə də şəhid atasını özünə zirək eləyir. Mən şəhid ailəsi. Nədir bu fraza? Şəhid ailəsinə, qazi ailələrinə yardım eləmişik. Şəhid ailəsinə, qazi ailələrinə nə eləmisən? Niyə eləmisən? Kim səni məcbur edib ki, sən get şəhid qapısına 5 manat olmaz bazarlığa. Kim səni məcbur edib ki, sən get şəhidin canlısında 5 manat olmaz hədiyyə at. Yəni bu artıq çox iyrənc bir vəziyyətə gəlib çatıb. Yəni bu günləri ən pik nöqtə Vəlizar kimisinin canlısı idi. Hətta Vəlizar kimisinin canlısında belə şəhid qadınının ad gününü təbrik etdilər. Bu yol verilməzdi. Məni düz başa düşün. Mən şəhid ailəsi deyiləm. Mən qazi ailəsi deyiləm. Mən belə standart bir vətəndaşam, Azərbaycanlıyam. Ən azından mənim pisimə gəlir. Nə olar eşidim Dövlətzadə Cəbrailin anası oturub TikTokda kart qoyub pul yığır və yaxud da ki, hansısa TikToku zaşişat edir. Nə olar eşidim Mübariz İbrahimovun anası oturub TikTokda kimisə zaşişat edir və yaxud da ki, Həşimovun anası belə saya gedərəm, hara ürəyimiz istəyir. Var bizim eləncə şəhid ailələrimiz. Mənim sözümdən inciməyin, mən bir balaca düzü deyirəm, deyən həmişə də düzü deyilən çox vaxt sevilmir. Mən şəhid ailələri tanıyıram, and olsun Allahın birliyinə. Günü bu günə qədər də evində televizor yanmır, övladının hüzurunu saxlayır. Çünki xonçası oynamayan cavan bağlarımız gedib torpağın altına. Körpəsinin qoxusunu, körpəsinin qoxusunu burnuna çəkməyib, balasının xeyrini, şərini görməyən
Kişilərimiz gedib. Dağ boyda kişilərimiz gedib. Bu ağır dərddir, bu bəladır. Həyatda ən ağır progressiv cəhət bilirsiniz nədir? Bir valideynin övlad sininə getməyi fəxrdir. Qürurdur. Çünki övladın valideynə edə biləcəyi ən gözəl, ən axırıncı bir möhtəbər bir çıxış odur. Amma övladın valideyn qucağında getməyi bu bəladır. Övladın valideyn qucağında getməyi bu bəladır. Bu günlərdə övladı valideyn qucağında gedən valideynlər oturub TikTokda ekran tıklayıb 4169, nə bilim, ay Xaqocan, ay Muradcan, ay Xiyarcan, ay Vəlizərcan, sizə qurban olum, sizin arxanızdayıq, ay Ləman, ay nə bilim Sevinç, ay nə bilim Hayınc, nə bilim nə, indi random atıram da bu adları. Yəni hansı əxlaqsız bir TikTokeri biz mühakimə ediriksə, şəhid ailələri çıxdı qıraqdan, salam əleykum, biz varıq. Niyə? Ey gözəl şəhid ailələri, bu TikTokerləri müdafiə etdiyiniz qədər 70% qazimiz TikTokda kart qoyub pul yığır. Bir balaca da onların haqqını müdafiə edərsiniz. Söhbət əlbəttə ki, bu TikTokda olan şəhid ailələrindən gedir. Bəziləri, yaşlarını qoyuram bura. Biraz da qazilərin adına danışardınız. Nəsrov tutulanda şəhid atası çıxıb Nəsrovdan danışırdı. Amma o gün Akstafalı bir Kənan qardaşımız imkansızlıqdan balasını bir tikə çörəyini tapa bilmədiyinə bıçağı soxdu ürəyinə. Bıçağı soxdu ürəyinə. Heç bir şəhid atası çıxıb ondan danışmadı. Heç bir şəhid atası. Mən görmədim bu TikTokda. Amma səfərin üzr istəyirəm, dalından xeyir ayrı bitsə, harbası nəsə tapacaqlar. Mən yenə deyirəm, mən buradan Qarabağlılara, yəni Qarabağ cəmaatına, mən Almaniyadan Qarabağ cəmaatına xüsusi bir təşəkkür edirəm. Nə yaxşı ki o 90'larda Qarabağ müharibəsi oldu. Nə yaxşı ki o 2020'də Qarabağ müharibəsi oldu. Yoxsa biz bizim binamusluğumuzu, bizim bu biqeyrətliyimizi necə gizlədə bilərdik? Bugün Qarabağlılar və Qarabağımız bizim çox cındırlıqlarımızın və çox əxlaqsızlarımızın üstünü malalayır qaqaş. Kişilikdə payım yox, şəxsiyyətdə payım yox, oğlanlıqda 10% hörmətim yox, amma sabah kimsə mənim quyruğumu tapdalasa çıxıb deyəcəm ki, Kəlbəcərdə döyüşmüşəm. Və ya da çıxıb deyəcəm ki, qardaşım Kəlbəcərdə şəhid olub. Hüsə oğlum, mən hörmətli oğlan, əbiyəzinizdir. Mən Qarabağlılara burada təşəkkür edirəm. Azərbaycanda dönən ürəyə Qarabağlılarmış qardaş. Allaha and olsun, Qarabağlı deyiləm. Əsl Mərdəbildəndir, Qızılbaş nəslindənəm, Hüseyn bəyli nəslindənəm, nəslimiz Masalı torpağına göçmən gəlib, atamla mən Bakıda doyubmuşum. Qarabağa yaxından uzan əlaqəmiz yoxdur. Bu günləri Qarabağlılara deyirəm, sağ ol ki Qarabağlılar, əziz Qarabağlılar, siz bizim peysər çıxmalı metodikamızsınız. Üzr istəyirəm ifadəmə görə. Bu düymələyi tanıyırsınız, Biləsuvar rayon Bəydəli kənd sakini, Murad Qasımov. Mən keçən ilin yayında bu insanı izləyirdim, 50 qəpiyə aday uyğun meyxana deyirdim, Mirzağay ilə bir yerdə. Pisləmirəm, qınamıram, lağd eləmirəm. 50 qəpik qazan, kişi kimi qazan. Və həmən vaxtlarda mənim buna çox böyük hörmətim var. Bir nəfər TikToker bunun xətrini demişdi, xəbərim vardı şəhid qardaşı idi. Həmən o TikTokeri gətirdim, bundan özür istətdim. Sonra mən izlədim bunu. Çünki mənə çatdı ki, mürəkkəb ailədir. Şəhid ailəsinə. Bir neçə vaxt bunu izlədim. Gördüm, yüngül aparır özünü. Özünə hörmət eləmir. Biraz bir balaca. Mən buna uzaqlaşdım. Özü də bilir ki, mən əvvəl buna salam sağ olu saxlayırdım, sonra uzaqlaşdım. Çünki şəhid ailəsi kimi özünü aparmırdı. Şəhid ailəsi kimi özünü aparmırdı. Və günün bir günündə random partdadır, Əli Rəhimov çıxır, saxlayır. Və adam hay-haray salır, Sədət Pəkar buradan, gör Pablo Escobar'ı göründən dəbərdə bilsə, Pablo Escobar'a da çıxılan. Şəhid qardaşı söylüb, şəhid qardaşı, mənim şəhidim söylüb. Okey də, yəni necə? Yəni bu Biləsuvarda tək şəhid ailəsi sən deyilsən. Hələ Bəydilin özündən də sənin şəhid qardaşından başqa şəhid ailəsi var. Yəni sən bu xalqa, bu millətə, türmədə oturan, məhbusluq həyatı yaşayan bu məhbuslara səslənəncə, bir güzgün qabağında oturub özünə sual verərdin ki, niyə görə başqa şəhid yox, mənim şəhidim söylür. Sən nə səhv eləmişsən ki, sən söylürsən. İncimə qardaş, mən tam səmimiyyətimlə deyirəm. Sən bu hərəkəti mənə eləsəydin, ölüm haqqdır. Bir gün vaxt gələcək, mənim də anam rəhmətə gedəcək, mənim də atam rəhmətə gedəcək. Sən bu əxlaqsızlığı mənə eləsəydin, Allah sənin şəhidinə rəhmət eləsin, onun axirəti axirətdədir. Amma mənim valideynimin məzarına hörmətsizlik eləyər, valla mən nə şəhidinə baxaram, nə milli qəhrəmanına, o peyğəmbər balası da olsa, mən keçmərəm. Çünki insan valideyninə dəyər vermirsə, nə şəhidinə dəyər verir, nə də həm yerlisinə dəyər verir, nə vətəninə dəyər verir, nə də xalqına. İnsan ilk öncə öz valideyninə dəyər verməlidir. Bu valideyninə dəyər verməkdir. Sən şəhid ailəsən, gəl mənim üstümdən keç, elə deyil. Və sənin qardaşın şəhid olmayıb ki, Sərxremenevi belə elə gedib kimisə, yəni bir Kərbəlayı xanımın məzarının önünə dik dayanırsan. Əlinin anası Kərbəlayı xanım olub, möminə bir qadın olub və axırıncı bir gününə qədər Allahu Əkbər və təqəbbər şəfaətinə alnı möhürdə gedib. Və ümumilikdə hüquqi nizamnamələri götürsək, ailə üzvlərinin və fərd şəxslərin icrası olmadan
sən gedib kimisə məzarını işıqlandıra bilməzsən. Bu şəxsi məlumatların paylaşılmasıdır. Əli səni söyübsə, təhqir edibsə, sən ən yaxşı halda gedib Biləsuvar rayon polis idarəsinə müraciət etməlisən. Şikayət edəcəksən. Sən ikinci bir hüquqi qanun pozuntusuna yol verə bilməzsən. Və bu günlərdə sən o qanunsuzluğun qarşısında elə bir şərait yaratdın ki, 5 gün əli dayanmadan Lənkəran rayon polis idarəsinin Şilavar kənd Çaskovusundan tutmuş, Bəydilinin Çaskovusuna kimi bütün polisləri söydü. Sənə görə Azərbaycan polisi söydü. Və sən bunu bilə-bilə etdin. Bildin ki, bu adam bunu eləyəndi və sən bunun damarına bastın. Yəni mərdi qova-qova namərd eləyən bic balalarsınız. Və mən səni şəhid ailəsi kimi tanımıram. Şəhidi olan, ürəyində qardaş dağı olan bambıllıq eləmir, artist eləmir. Vaxt var bir telefonova kontur pulu yığırdı, benzin pulu yığırdı. Və o bir vaxt elə bir vaxta gəlib söndü ki, bu günləri sən olmusan oligarx, xeyriyyətçi. Maşınımın motoruna sürüb paçka-paçka 50 illər göstərirsən belə-belə. Mən çox gözəl deyirəm, Azərbaycanda xeyriyyə işinə məşğul olanlar arasında hörmət elədiyim Rahid Həmidlidir. Yəni mən uşaq vaxtından bir-birimizi tanıyırıq, çünki biz idman aləmində olmuşuq, idmançı olmuşuq, millidə olmuşuq, yığmada olmuşuq. Biz gəncliyə sıfatkalara gələndə biz judo da onlarda güləş idi, bir-birimizi görürdük. Yəni bir Rahid Həmidlidir, bir də ki Sərxandır. Sərxan da mən Ukraynada pagon işləyən vaxtlarında, bugün Sərxanın danıca danışırlar Xaqacan Bicənəyi. Sərxanın yəni sözlü söhbəti olub ki, Ukraynanın hər bir toçkasına keçirdi. Bu günləri Sərxan kriminalı qutarıb azad həyatda rahat yaşayır. Yəni hər şeyi qoyub sonlandırıb. Amma sizin yəni Sərxanın saçının telində olan hörmət nə Muradın nəslində var, nə də o Xaqonun nəslində var. Sərxanı tanıyanlar tanıyır, bilənlər bilir. Eləcə də Rahidin. Özü Xaqo, səni bu yaxınlarda dövlət o Telegramda iyrənc paylaşdığın şeylərə görə mühakimə eləyib və səni həbs eləyib. Əgər sənə bugünkü gündə dövlət qurumları və məhkəmə qanunu ilə sən həbs olunursansa o Telegram parametrlərinə görə, yəni sən bu hərəkəti təkrarlamamalısan. Sən bu günləri yenə də Telegramın Xaqocan kanalına baxın. Yenə pornostik, erotik ağzına gələn gic-gic şeylər paylaşır. Məni az fərq eləyir. Mənim heç vecimin vecinə də belədir. Çünki partlamış mövzuna qaldırmışam. Mənim maraqlı. Bu günləri maraqlı bir investisiya yaranıb. Necə investisiya? Sən şəhid ailəsisənsə, və yaxud sən qazi ailəsisənsə, və yaxud sən bir xüsusi bir diqqətə, qayğıya sahib olan bir ailəsənsə, sən ürəyin istədiyin bir sərbəstlik eləyə bilərsən. Xeyr, qardaş. Vüqar Qasımov şəhid olmayıb ki. O Qasımovlar ailəsindən biri o şəhidin adından istifadə edib, oğraşlıq eləsin. Çox maraqlı bir sual verəcəm. Baxın bir dənə şəhidin başdaşına. Mən hələ indiyənə qədər Murad Sadənin Facebook, Instagram, Adnaklassik, WhatsApplar, köhnə WhatsApplar var idi. Həyat biz, nə bilim, Tacaz, Biqaz, ondan belə fırlanmışam. Qardaş, bu adamın indiyənə qədər şəhid qardaşı ilə bağlı bir dənə paylaşım belə görməmişəm. Bir nəfər paylaşıb, o da Biləsuvar rayon icra hakimiyyətinin sağ olsun, yəni Azərbaycan partiyasının kollegası gediblər ziyarət ediblər bunların ailəsinə. Sənin şəhidinə verdiyin hörmət başdaşından bilinir. Suağa Göstərən canlıda bizə o paçkaları göstərməkdənsə, o paçkaların bir yarısını ayırardın, gedib bir qardaş və bir qara bir mərmər zaqlı, yaxşı bir adlı sanlı bir gözəl bir başdaşı düzəldərdin ki, gələcək nəsil baxsın, bəhrələnsin. İtib, düzdür, qəbir itməlidir, başa düşdün, bu gözəl amma sənin qardaşın tarixdir. Yəni adi dünyasını dəyişmiş şəxsiyyətlərdən biri deyil. Sənin qardaşın tarixdir və sən bu tarixi gələcək nəsildən nəslə ötürməkdən ötürü bunu tarixi gözəl qoruyub saxlamalısan. Allah'ın olsun, bəlkə də yəni sübut eləyə bilmərəm, amma and içərəm ki, Allah bilir siz axırıncı dəfə nə vaxt gedib şəhidimizi ziyarət eləmisiniz. Elə o Novruz bayramında Qara bayramda ziyarət elədiyimizdir. İnan Allah'a deyirəm ha. O Novruz bayramında Qara bayramda ziyarət elədiyimizdir. İndi bu söhbətdən sonra səbəb götürücü tutub qaça-qaça gedəcəksiniz qardaşının qəbri üstündə, vətən ölməz, şəhidlər ölməz, vətən ölməz, bir də yazını oxuyub gələcəksiniz. Çünki şipal qalqasınız siz. Bu gün Azərbaycanda mən indi başa düşürəm ki, ən böyük uğur İraq yaxşılarından, sözün yaxşılarından deyil, bu məncə düdüklərədir. Yəni şəhidindən istifadə eləmək respekt imiş. Bəli, bu çox təəssüflər olsun ki, bu belədir. Bu belədir. Bu günləri təəssüflər olsun ki, olduğu statusdan istifadə edən insanlar var. Olduğu statusdan insanlara nayiz edilən insan. Murat Sadənin anası. O gün canlıda bir dənə qadına üzr istəyirəm ifadəmə görə söyüş sözüm, üzr istəyirəm. Qatili pis söz adama qatili deyir ki, "Yəhbənin qızı, qəhbə, mən şəhid anasıyam, səni süründürəcəm." Yaraşdı. Şəhid anası qatildir, qəhbənin qızı qəhbə, mən şəhid anasıyam, səni süründürəcəm. Niyə? Şəhid anasından yenə qanunları mı pozmalısan? Və yaxud da qanunlara mı hökm etməlisən? Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bir sıra elit əməkdaşlar, bizim hörmət etdiyimiz zabitlərimiz bilir. Bu məsələ ilə bağlı mən onları məlumatlandırmışam. İndi bağlanmış söhbətdir, sadəcə qısa bir anons verəcəm. Bu il Gül bayramında ölkədə bir təxribat keçirmək istəyirdilər. Yəni o şəhid ailələrini, o bəziləri ki var, yığıb bir dənə prezident partinin qabağında mitinq eləmək istəyirdilər. İndi biz o mitinqin qarşısını aldıq, müəyyən bir şeyin qarşısını aldıq. Niyə? Yəni bəzən bu lənçinə insanları, bax Murad Sadə kimi insanları, qardaş dövlətə də qarşı qaldırırlar.
Bəli, dövlətə də qarşı qaldı. Görmədin adamın bir dənə barmağını damağını sıxdı, qışqırdı dövlət hara baxır? Dövlət sənin nəslinə baxır. Bir balaca ayağını tapdaladıq, çıxdı sırağa gün dedi ki, dövlət hara baxır? 2 gün çıxdı dövlətə müraciət elədi. Gördü dövlət buna qoz qoymur. Dedi dövlət hara baxır? 2 gündə çıxdı oğrulara müraciət. Elə oğrulara müraciət elədi ki, promo getdi çıxdı Sədat Pekerə. Ay qardaş, ay hörmətli insanlar. Müraciətinizi düz qoyun. Çıxıb deməyin şəhidlər söyülür. Şəhid ailələri söyülür. Belə müraciət eləməyin. Düzgünlüyü deyin. Təyinatı üzrə söyləyirsiniz. Niyə Muxtar Qasımlının anası söyülmür? Niyə Muxtar Qasımlının qardaşı söyülmür? Niyə Muxtar Qasımlı söyülmür? Niyə Mübariz İbrahimovun qardaşı söyülmür? Niyə Mübariz İbrahimovun anası söyülmür? Niyə də niyə? Xahiş edirəm, niyə? Cavab verin mənə. Sən şərait yaratmısan. Adi element var. Bu gün sənə söyüşlü videolar saplamışam. Hə? Özdə bəlkə də söyləmişəm. Münhendə hərbi Müdafiə Nazirliyinin hərbi binasının qabağı önündə. Hə? Var, Instagramda əli paylaşıb. Xoşdur. Yaxşı oldu. Amma mən sənə bugünə qədər heç bir söyüş sevməmişdim. Heç bir söyüş sevmək sənə beləsinə məsələlərində yoxsan tutulmuşsan belə eləmə. Sən dünənləri durduğu yerə dur mənə təhqir elə. Yəni ramkadan qırağa çıx. Sən bilmədin ki, sən ramkadan qırağa çıxsan mən promosiyanın palosova girəcəm. Və girdim mən. Mən buradan TikTok istifadəçisi olan şəhid ailələrinə səslənirəm. Xüsusən də valideynlərinə, analarına. Hər birinizi salamlayıram. Və bir çoxunuz da məni tanıyırsınız. Mən sizdən xahiş edirəm. Bu TikTokerlərin yayımına qalxmağı sonlandırın. Onların problemlərini həll etməyi sonlandırın. Ay bu mənim balamdır, bu mənim xalamdır, bu mənim dayım. Sonlandırın. Xahiş edirəm, öz şəhidimizin yasını saxlayın. Öz şəhidimizin təbliğatını aparın. Elə bir gözəl şəkildə təbliğat aparın ki, şəhidlərin təbliğatı Vəlizar kimlərin təbliğatından qat-qat olacaqsınız. Mən sizə bunu arzulayıram. Və mən artıq bunu bir məqsəd yönlü kimi istifadə edəcəm. Şəhid ailələrinin TikTokerlərin misafirlərində diqqət edəcəm. Çox diqqət edəcəm. Hansısa yekəbaş bir TikToker əməlinə görə cavab verməli olduğu bir halda ay şəhid anası gəl çıx mənim misafirimə mənə zaşət elə, xətrimizə dəymək istəmirik. Çalışın xətrin hörmət saxlayın. Və elə şərait yaratmayın ki, cırcındırların məclisində adınız çəkilsin. Əxlaqsızların məclisində adınız çəkilsin. Sonda və sonda Bəydili kəndində Qasımovlar ailəsi həqiqətən ən hörmətsiz ailəymiş. Yəni Nadir, sən həyatını elə bil ki, havaya püllüb yaşamısan. Çünki bu günləri necə hörmətsiz ailəsiz ki, bu günləri sizin evinizdəki gəlininizdən tutmuş, körpəvizə kimi, şəhidimizə kimi ortalığa qoyuldu. Sizin bu məxluq arsız adam gələ həya eləyir, adam gələ abır eləyir. Çıxdı ekranlarda it güldür. Bax belə. Bax belə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Həqiqətən indi yəni deyirəm, mən sağ qalsaydım, mən ölsəydim mən də şəhid deyəcəklər. İndi sağ qaldıq. Həqiqətən yəni mən bir şəhid kimi bu mənzərəni izləyirəm və təsəvvür edirəm ki, mən şəhid olmuşam və bu günləri mənim şəhid olmağımın hesabına mənim qardaşım besprizellik eləyir, mənim atam anam hegemonluq eləyir, cəmaatın üstünə boğalıq eləyirlər, xuliqanlıq eləyirlər. Biz şəhid ailəsi deyib cəmaata xox eləyirlər. Yəni bunu şəxsən mən görsəm, vallahi mənim heç ruhumdan narahat olmazdı. Qasımovlar ailəsi. Qasımovlar Bəydili kəndində, yəni Muradgilin evi, o Nadir o evdə yaşayanlara mən səslənmirəm. Çünki o evdəkilər mutasiya oxuyub. O evdən kənarda, məsələn, onun Rusiyada qalan qardaşı deyəsən qayıdıb təzədən gəlib Rusiyaya. Onun qardaşına səslənirəm, nə bilim onların əmlərinə səslənirəm, dayılarına səslənirəm, xalan, nəsildə papaq qoyanlarına, ağsaqqallarına səslənirəm ki, bu ailənin qabağına sərhəd qoyun. Çünki həqiqətən elə bir vəziyyətdədir bu ailə. Bu gün Bəydili kənd yox, o Pşibləsvara reklam olunub bu ailə. Şəhidi. Şəhidinizə dəyər verin. Nəinki şəhidinizə, ölünüzə dəyər verin. Mərhumlarınıza, ailənizə dəyər verin. Bunu mən tam səmiyyətimlə deyirəm. Mən tənqidçiyəm. Mən bu yolda çıxmışam mübarizəyə. Mən çox şeyləri gözə almışam və çox uğurlara da imza atmışam. Bildiyiniz kimi 90% mən TikToku çevirmişəm. TikTok'u ki, söyüşə hörmət qoyan TikTok. Qarabağlılar, sizə Almaniyadan dərin təşəkkürümü bildirmək istəyirəm ki, bu günləri bir çox binamusluğumuzun, bir çox bəqeyrətliyimizin, bir çox oğraşdığımızın üstünü gizlədib pərdə arxasında saxlayırsınız. Zver TV-yə baxdınız. Başa düşənə 20 dəqiqəlik sonra dağıl söhbət. Yallah, səlamət. Sağ olun.